Bismillahirrahmanirrahim və bihi nəsta'in və huvə xeyrə nasiri və mu'in. Həzrət Əmirəl-Müminin əleyhissalam Nəhcü Bəlağə hikmətnaməsində xütbələrinin birində gözəl bir ifadəsi var. Buyurur ki, Miskin ibn Adəm, yazıq insan övladı, çarəsiz insan övladı. Ya Əmirəl-Müminin, niyə insan çarəsizdir, yazıqdır? Buyurur ki, Məknunul əcəl, insan, ona görə sən çarəsizsən ki, insan, sənin ölümün, əcəlin gizlindir. Yəni, hamımız bilirik ki, biz ölüm haqdır, ölüm hamımızın qapısını döyəcək. Amma kim nə vaxt öləcəyin bilmir. Bilmir ki, biz savabı işin başında öləcəyik, ya günah halında öləcəyik, buna xəbərimiz yoxdur. Ölümün haqqı olduğunu bilirik, amma nə vaxt öləcəyimizdə xəbərimiz yoxdur. Daha sonra buyurur ki, Miskin ibn Adəm, yazıq insan övladı. Niyə ya Əmirəl-Müminin? Buyurur ki, Məknunul əcəl, insan, sənin dərdlərin bilinmir. Bir gün başın ağrıyır, baş ağrı dərmanı atırsan, səhər görsən qıçıvı tutursan, gedirsən qış tərəfə müalicə edirsən, ta dünyada ruh bədəndən çıxana qədər bu proses sənə başlayır. Davamında buyurur ki, insan, sən yazıqsan. Niyə ya Əmirəl-Müminin? Buyurur ki, məhfuzul əməl, insan, sən ona görə yazıqsan ki, sənin bütün əməllərin qorunub saxlanılır. İstər yaxşı əməlin, istər pis əməlin. Yəni, sən birdən yaxşı iş görərsən, bilməzsən ki, Allah ona savab verir, undarsan. Ya bir günah iş yerinə yetirərsən, elə bilərsən ki, Allahın xəbəri olmadı, yaddan çıxadarsan, amma belə deyil, xeyr. Allah buyurur ki, mən həm yaxşını yazaram, həm pisi yazaram. Sən unutsun belə o əməlləri, mən yaddan çıxartmaram. Daha sonra Əmirəl-Müminin hədisdə bir qədər də insanın nə qədər kiçik varlıq olduğunu bizə çatdırır. Buyurur ki, insan, sən yazıqsan, Miskin ibn Adəm, yazıqsan, çarəsizsən. Niyə ya Əmirəl-Müminin? Buyurur ona görə ki, bircə qədənə ağaca qanat səni incidir. Görürsən, ya günüdür, 4-4 otaqdır, 40 dərəcə isti. Bu boyda bədən, axşam saatı yatmaq istəyirsən, görürsən bir dənə dırnaqdan da xırda bir dənə ağaca qanat səni qoymur yatmalığa. Sən bu qədər gücsüzsən. Əmirəl-Müminin bir qədər də insanın eləyir, kiçildidir. İnsan, təkəbbür eləmə, Miskin ibn Adəm, çarəsizsən, sən yazıqsan. Niyə ya Əmirəl-Müminin? Buyurur ona görə ki, öz bədəninin, tərinin qoxusu səni incidir. Bir var insan, kiminsə pis qoxusun, tərin duyana rahat ola. Bir də var ki, insan o qədər bədən tikləşir, özü öz bədəninin qoxusundan nədir? İyrənir. Buyurur ki, Miskin ibn Adəm, insan, yazıq insan övladı, sən yazıqsan. Niyə Əmirəl-Müminin? Buyurur ki, ona görə yazıqsan ki, bircə dənə tikənin, düyünün boğazına getməsi, nəfəs olaraq getməsi səni öldürür. Həzrət bizə çatdırsın ki, insan, sən bu sadaladığım şeylərə görə sən çarəsizsən, gücsüzsən. Buna baxmayaraq, və ma rabbuka bi rabbikəl kərim, ma qarraka bi rabbikəl kərim, səni kərim olan Allahın müqabilində təkəbbür eləyən. Niyə sən bu qədər zəif olduğu bilə-bilə, dərk edə, sən Allaha ibadətdən qafil olursan? Həzrət bizə çatdırmaq istəyir ki, dünya fanidir, dünyanın ləzzətləri də fanidir. İnsan, sən nə qədər özvüşüdəsən ki, mən bu həddiyəm, bu məqamdiyəm, var dövlət sahibiyəm, güclüyəm, gözələm, falan, nəsəldənəm, falan malım var, insan belə deyilsən, zəifsən bu deyilənlər əsasən. Allah Qur'an özü buyurur ki, biz insanı zəif xəlq eləmişik. Baxmayaraq ki, yaradılışda məxluqatın içində ən üstün varlıq insandır, amma buna baxmayaraq ən zəif varlıq da insandır. Ona görə Əmirəl-Müminin bizə çatdırıb hədisdəki insan dünyada hansı halda olursansa ol, hansı posta, məqama, var dövlədə sahib olursansa ol, öz gücsüz, çarəsiz olduğunu unutmayasan. Allahın müqabilində təkəbbürlük etməyəsən. Allahın verə izzətə cəlalı xatirinə Allah mütəşəkkil bizi onun müqabilində özümüzü zəif hisslərdən bizi inşallah qərar versin. Esselamu aleykum və rəhmətullahi və barakatuh.